Payız gəldi. Bütün meyvələr dəydi, yığıldı. Bir dənə bu alma ağacı indiyə qədər üstündə alma ilə qalıb. Cənnət almasıdır. Gördüyünüz kimi cənnət almaları çoxdan dəydi, töküldü, yeyildi quşlar tərəfindən. Bu isə külək elə əsirdi ki, dünən dedim ağacı yerindən çıxacaq. Bir dənə də alma yeri düşməyib. Baxın, bu cürə almalardır. Almaları çöplərini, yarpaqlarını təmizləyib atırıq. Yaxşıca yuyub suyun içərisində saxlaya bilərsiniz. Mən də yuyuram. Lakin qaynar su dökürəm üstünə, qoyuram qalsın, su soyuyana qədər. Su soyudu, o suyu atıram. İndi 1 stəkan suya 500 qram şəkər tozu əlavə edirəm və almamız hardasa 1 kilodur, 1 kilo da almamızı əlavə edirik. Qoyuruq dəmdə, yavaş-yavaş özü üçün bişir. Köpüyə düşdü. Köpüyün yığıb atırıq, 15 dəqiqə qaynadırıq, alma mürəbbəmiz hazırdır. Siz də hazırlayın, nuşucanlıqlayın, bizə like edin, yaddaşda saxlayın. Şərqə xanımdan bu günlük bu qədər. Çay mürəbbə ilə içəndə başqa bir ləzzəti olur. Bəs siz necə bişirirsiniz? Siz də mənə yazın.